Donald Trump İranla bağlı məsələdə kifayət qədər sərt bir mövqe tutur. Bu mövqeyini də sonuna qədər müdafiə edəcəyini sübuta yetirir. Belə ki, İrana qarşı bir neçə əlavə sanksiyanın olduğunu bildirir. Hətta Tehranın nüvə siyasətində qarşıdakı bir neçə həftə ərzində dəyişiklik edəcəyini gözləyir. Amma İranın razılığa gəlməyəcəyi təqdirdə bunun Tehran üçün yaxşı olmayacağını da dilə gətirir. Amerika Birləşmiş Ştatları prezidenti Tehranın nüvə proqramı ilə bağlı Vaşinqtonla razılığa gəlmədiyi təqdirdə İranı bombalamaqla hədələyib. Bundan bağlı məktub da yazılıb. Göndərilən məktuba İran prezidenti Məsud Pezeşkiyan Nazirlər Kabinetinin iclasında Trumpın təklifinə rədd cavabı verdiyini bildirib. İranın ali rəhbəri Ayətullah Seyid Əli Xamneyi isə Donald Trump İranı bombalamaq hədəsinə əməl etsə güclü zərbə ilə üzləşəcək deyə çıxış edib. Siyasi şərhçilərin fikrinə görə İran önləyici addım kimi rəsmi bildirməsə də Birləşmiş Ştatların bölgədəki hərbi bazalarını hədəf alacağını planlayıb. Eyni zamanda Britaniyaya qarşı da müvafiq addımlar atacağı barədə İran tərəfinin səsləndirdiyi fikirlər var. Amma hazırda Birləşmiş Ştatların ilk prioriteti İranla bağlı məsələlərin iqtisadi müstəvidə cərəyan etməsidir. Birləşmiş Ştatlar çox yaxın zamanda iki istiqamətdə hədəflərini gerçəkləşdirməyi planlaşdıracaq. Birinci, təbii ki, İrana qarşı sanksiyaların tətbiq edilməsi, ikinci faktor isə və Birləşmiş Ştatların əsas hədəfi olan Çinə qarşı dolayısıyla sanksiyaların tətbiqidir. Yəni İran neftinin ixracının qarşısının alınması bu neftin əsas alıcısının iqtisadiyyatına kifayət qədər ciddi zərbə vura bilər. Təbii ki, burada söhbət Çindən gedir. Eyni zamanda bölgədə münaqişənin daha da dərinləşməsi və geniş miqyas alması nəticə etibarilə eskalasiyanın genişləndirilməsinə zəmin yarada bilər. Yəni, prinsipi etibarilə burada Birləşmiş Ştatların regionundakı müttəfiqlərinin də prosesdə bu və ya digər şəkildə iştirakı və yaxud onların da son nəticədə hədəfə alınması mümkündür. Əgər Amerika Birləşmiş Ştatlar və İran arasında açıq hərbi münaqişə baş verərsə, regiondakı müttəfiqlər və digər dövlətlər də prosesə qoşula bilər. Bu münaqişənin regional yox, qlobal səviyyəyə keçməsinə səbəb ola bilər. Çünki Birləşmiş Ştatların yaxın şərqdə bir neçə əsas müttəfiqi var ki, bunlar da prosesə müxtəlif formalarda qarışa bilərlər. İsrail İranı özünün bir nömrəli düşməni hesab edir və əvvəllər də İranın nüvə obyektlərinə qarşı hücumlar təşkil edib. İran isə cavab olaraq Hizbullah vasitəsilə İsrailə raket hücumları təşkil edə bilər. Səudiyyə Ərəbistanı İranla uzun illərdir ki, geosiyasi rəqabət içindədir. Əgər müharibə başlayarsa, Səudiyyə Ərəbistanı Birləşmiş Ştatlarını dəstəkləyərək İranın hədəflərinə zərbələr endirə bilər. İran isə Husi üsyançılar vasitəsilə Səudiyyə Ərəbistanın neft obyektlərinə hücum edə bilər. İrana qarşı geniş miqyaslı hərbi əməliyyatlar başlasa, bu bütün regionumuzu əhatə eləyəcəkdir. Cənubi Qafqaza da təsirsiz ötüşməyəcək və bu xüsusda hesab edirəm ki, hələ ki danışıqlar limiti tükənməyib, danışıqlar imkanı var. Bu imkanlardan maksimum dərəcədə istifadə etmək lazımdır ki, sülh, təhlükəsizlik və sabitlik formalaşsın. Əks təqdirdə baxmayaraq ki, Donald Trump özünün sülhpərvər, dünyada bütün müharibələrin dayandırılması qismində siyasi imicini formalaşdırır. Qrenlandiya mövzusu, eləcə də İran mövzusunda biz tamamilə ziddiyyətli bir Trump dövrünü də müşahidə edə bilərik. Siyasi şərhçilər deyirlər ki, Amerika Birləşmiş Ştatların tətbiq etdiyi ağır sanksiyalar İran iqtisadiyyatına getdikcə daha ciddi təsir edəcək. Bu sərt sanksiyalar fonunda neft satışı məhdudlaşır, bank sisteminə beynəlxalq çıxış çətinləşir. Bu da xalq arasında narazılığı artırır. Bundan əlavə olaraq regionda baş verən son proseslər İranın hərbi potensialının və gücünün vəd edildiyi kimi yüksək səviyyədə olmadığını təsdiqləyir. İndiki şəraitdə qarşılıqlı hədələrin davam edəcəyi təqdirdə masa üzərinə hansı məsələlərin çıxarılacağı sual doğurur. Mümkün nəticə İran hökumətinin yumşalması və güzəştə getməsidir. Əks halda gərginlik və sanksiyalar davam edəcək.